14 iyul tarixi Azərbaycanın siyasi təqvimində müstəsna yer tutur. Heydər Əliyevin Respublikamıza rəhbər seçilməsi ilə Azərbaycanlıların nəsrlərlə davam edən milli dövlətçilik mübarizəsinin yeni mərhələsi başlanır. İlk dəfə azsaylı, yəni titullu olmayan bir xalqın lideri 1980-ci illərdə ucqar Respublikadan imperiyaya rəhbərlik edənlərdən birinə çevrilir. Təsadüfi deyil ki, düz eyni tarixdə 14 iyul ərəfəsində Prezident İlham Əliyev Şuşada Pənahəli xandan sonra heç bir yerli və milli rəhbərə müyəssər olmayan qalib lider kimi çıxış edir. Əgər 1969-cu il milli dirçəlişin başlanğıcıdırsa, Şuşa zirvəsi Ulu Öndərin dövlətçilik kursunun təntənəsidir. Azərbaycan dövlətçiliyi 2 əsrdir onun zəif bəndinə çevrilən Qarabağ artıq millətimizin güc və yenilməzlik ünvanıdır. 100 illər boyu müharibə meydanı olan Şuşa indi quruculuq, dinçlik və əmin-amanlıq məkanıdır. Tam və qəti qələbə qazanmışıq deyən İlham Əliyevin qətiyyətli iradəsi ilə erməni məsələsi coğrafiyamızdan kənara çıxıb və geosiyasi alət statusunu itirib. Brüssel və Strasburqun siyasi təzyiqləri iflasa uğrayıb, Moskva və Tehranın diktəsi nəticəsiz qalır. Milli tariximizdə ilk dəfə Azərbaycan xarici paytaxtlardan yox, məhz Bakıdan idarə olunur. Ona görə də 14 iyul 2 lideri birləşdirən vahid siyasi təqvimdir. Azərbaycanın yarım əsrlik siyasi təqviminə nəzər saldıqda görürük ki, 14 iyul tarixi ilə 8 noyabr Zəfər Bayramı eyni ideyanın müxtəlif mərhələləri, fərqli quruluşlarda formalaşan vahid kursun mənəvi, ruhu və siyasi kökləridir. Son 2 əsrdə Bakı uğrunda mübarizə aparan dövlətlər indi hava, su və torpaq yolu ilə Azərbaycandan keçirlər. Paradoksal görünsə də Azərbaycanın qələbəsi erməniləri də uzun əsrlər boyu bağlı qaldığı imperiyalardan, dənizdən dənizə Ermənistan xulyasından və düşmənçilik ideologiyasından imtina üçün şanslar verib. İrəvan artıq Qarabağa və Azərbaycanın Xəzərə qədər uzanan milli ərazilərinə iddialar irəli sürmür. Ən böyük dəyişiklik isə xalqımızın düşüncəsində baş verib. Bir vaxtlar işğal, məcburi köçkünlük və itirilmiş torpaqlar üzərində formalaşan məğlub siyasi kimliyi indi zəfər, böyük qayıdış və quruculuq millətçiliyi əvəz eləyir. 2023-cü ilin sentyabrın 20-sində dövlət suverenliyimizin tam bərpasından sonra 3 ildə dünyaya göz açan 300 minə yaxın körpə, İşğal təhlükəsini görməyən, qaçqınlıq və məcburi köçkünlük nə olduğunu bilməyən, bütöv və qalib bir xalqın tamyüklü vətəndaşlarıdır. Ulu Öndərin nəinki Şuşa vəsiyyəti, bütöv Azərbaycan idealı qalib gəlib. 14 iyul tarixi Qafqazda sülh əsrinin də başlanğıc günüdür. Çox sağ olun, diqqətinizə görə.